Uşaq bədbəxt olandan sonra onun bədbəxtliyi sənə də yansıyacaq. Sən xoşbəxt. Azərbaycanda valideyn-övlad münasibətləri xoşbəxtlikdən o qədər sıxdır ki, ola bilməz bir uşaq bədbəxt olsun, valideyn desin ki, mənim vecimə deyil. Yoxdur. Bəlkə də istisna bir-iki ailə tapılmaya. Yoxdur. Bizdə çünki valideyn uşağına çox bağlıdır. Əziz valideyn, istəyirsən uşağın xoşbəxt olsun. İndidən hövsələ ilə otur, söhbət elə ondan. Hər gün dost ol, çox söhbət elə. Sosioloqlar deyir, bunu eflərə demişəm. Tədqiqat aparırlar. Məktəbdə hansı uşaq müəllimi ilə yaxşı ünsiyyət qurursa, gedirlər evində baxırlar, görürlər ki, valideynlər bundan çox danışır, söhbət eləyir. Uşaq öyrəşib də danışmağa, məşq eləyib evdə. Gəlir müəllimlə də yaxşı danışır, ünsiyyət qurur. O ailələr ki, evdə uşağına deyir valideynlər ki, zaman ayırmayıblar, uşaq danışmağı məşq eləməyib baxır, danışa bilmir. Hardan öyrənsin danışmağı? Gərək danışsınlar ki, bu danışmağı öyrənsin də. Gəlir məktəbdə də çəkinir müəllimlə danışmağı, qorxur. Söz, cümlə yoxdur axı, baza yoxdur.